Biz demirik ki, əgər qadın hicablı deyilsə, namaz qılmasın, ibadət eləməsin. Lazım deyil. Onu deyə bilmərik biz. Bəlkə namaz qıla-qıla, ibadət elə-elə daha gözəl insan olacaq, daha kamil olacaq. Bu İslamın şərtləridir. Başqa əmrlər. Şərtləridir. Birini edir, birini etmirsə, o qaydaya riayət edir, bu qaydaya riayət eləmirsə, özü Allaha hesab verəcək. Belə bir ifadə var. Bir şeyindir, hamısı əldə oluna bilmirsə, yarısından vaz keçmək də doğru deyil. Bir qardaş var, deyir ki, namaz qılıram, atam namaz qılmır. Valideyn də namaz, deyək ki, biraz yaşlı nəsildəndir. Namaz, ibadət, hətta qəbul ediləmir, qılmır. Məsələn, inək gəlmir evə, deyir ki, namaz qılırsın namaz evdə. İnək də gəlmədi. İnsanda bir anlayış var ki, mən namaz qılıramsa, ibadət ediləmsə, hər şeyim yolunda getməlidir. Əvvəl Peyğəmbərin həyatına bax da, Peyğəmbərlərin həyatına bax. Həqiqətən qissələrə baxanda baya zülm çəkiblər yəni Peyğəmbər. Yəni, bu gün ateistlər deyirlər ki, Rəbbiniz varsa, Allahınız varsa, niyə insandan başa bomba yağır? İqrar isbat istəyir deyə bir anlayış var. Yəni, sən Allahı qəbul edirsən, Allah Teala deyir ki, tamam, qəbul edirsən, o zaman mən səni biraz yoxsulluqla, biraz malla, biraz evlatla, biraz canla imtihan eləyəcəm. Quranda Allah Teala buyurur, siz elə zənn edirsiniz ki, sizdən əvvəlkilərin imtihan olunduğu ki, imtihan olmayacaqsınız və cənnətə gedəcəksiniz. Bir də tərk edilə bilməyən günahlar var. Məsələn, deyir ki, qardaş, bununla bu düz gəlmir. Bir qardaş var idi, yeri gəlmişkən. İçkini tərk etdi, namaza başladı. Əlbəttə ki, hidayət Allahdandır. Namaza başladı. Bu qədər belə fərahladı, sanki cavanlaşdı adam. Deyir ki, qardaş, mən hələ elə bir içki içməmişəm ki, mən bayaq qeyd elədiyi sübh namazında o sünnəti, o fərzi qılıb, o dua eləyə bilməyi, ondan aldığım ləzzəti, ondan aldığım keyfi, təklikdəsən də yəni. Ondan aldığım keyfi heç bir içkidən ala bilməmişəm. Burada da Allah-u Teala'nın birinci biraz çətinlik, sən bir qərar verirsən ki, ya Rabbim, mən də artıq sənə ibadət eləyəcəm. Orada başda bir çətinlik olur. Görək, sən həqiqətən də sözündə dürüst, doğru bir adamsanmı? Yəni, sözünə nə dərəcədə əməl edə bilirsən? Biraz başda bir çətinlik ola bilir. Amma daha sonra imandan alınan o ləzzət ki var, o qardaşın ifadə elədiyi, yəqin ki, o çox dərin hisslər, duyğular keçir. Allah hər birimizə hər daim nəsib eləsin inşallah. O ləzzəti bir dadmaq lazımdır. Yəni. Bilirsinizmi, burada bir məsələ var. İçki nəfsani bir ləzzətdir. Bəli. İnsan nəfsi ilə onu qəbul edir və nəfsani ləzzət alır. O da keçəridir. Bəli. Müvəqqətidir. Və sonu peşmançılıq. Bəli, onun o ləzzəti var, dilləri keyfi. Bəli. O keyfi gedəndən sonra, sərxoşluq gedəndən sonra ayılanda eyni zamanda ağrılar da başlayır. Bəli. Yəni özlə birlikdə ağrı gətirir, baş ağrıyır falan, o deyə gedib paxmeyli gedib bir də içsin ki, baş düzəlsin. Bax, bu nəfsdən gələn ləzzətlər keçicidir, müvəqqətidir, peşmançılıqdır. Bəli. Ancaq namaz ruha verilən qidadır. Bəli. Ruhun ləzzətidir. Qəlbin sevinməsidir, için sevinməsidir, mənəviyyatın sevinməsidir. Çünki ibadət eləməyən insanın ruhu həbsdə olur. Ruhun qidası biz deyirik nədir? İbadətdir. Bəzən də ruhun qidası musiqidir. Ruhun qidası əslində ibadətdir. Biz hardan bilirik bunu? Quran-ı Kərimdə Ər-Ra'd surəsində, İldırım surəsində Allah Azza və Cəllə buyurur: şübhəsiz ki, qəlblər Allahın zikri ilə mutmain olar. Tətmin olar, aram tapar. Nə ilə? Allahın zikri ilə. Zikr nədir? İbadətdir. Zikr sadəcə Allah demək deyil. Eyni zamanda sənin həyatın, yaşantın da bir zikir. Yəni bədən də zikr edir, necə eləyir? İbadətlə. Ona görə o dediyiz, o adam, insan ki var, nə xoş onun halına ki, insan ibadətlə, namazla ləzzət alır. Əslində biz ləzzət deyəndə, yəni qəlbimiz rahatlayır, içində onu demək istəyirik. Yəni yoxsa namaz qılıb sərxoş olmur yəni insan. Yəni içindən sevgi o ruhdadır, o ləzzət o ruha olur deyə, nəfsə yox. Ona görə o namaz birəm qorxuram, namaz qılaram birdən, o qoy namaz qılsın o insanlar. İnşallah bizim nəsihətimiz budur ki, məsləhətimiz namaza başlasın və bir müddət sonra görəcək ki, necə gözəl yoldur, nə gözəl bir işdir. Bu gün Avropalılar, kişi İslam'a gəlir. Avropalılar bu gün Quran oxuyur, namaza gəlir, ibadətə gəlir. Deyir ki, mən bundan öncəki həyatım mən həyat olmuyubdur. Mən yaşamamışam ki. Mənim fərqim olmayıbdır digər məxluqdan. Mən belə yaşamışam deyirlər. Özləri deyirlər, etiraf edirlər. Niyə? Çünki həqiqətən bataqlıq doğublar. Düzdür, bizim cəmiyyətimiz, toplumumuz indi dədədən, babadan, ailədən gələn bəzi mental dəyərlər var, dini dəyərlər var. Biz bunu zaten yaşamışıq. Yəni din altında olmasa da insana bunu yaşayırlar bunu. Namus, qeyrət, iffət, bunu çəkiblər hər zaman bu namus məsələsində, qeyrət məsələsində, iffət məsələsində bunu yaşayır insanlar. Halallıq, qonşu ilə, qohumla münasibətlər, ata ilə, ana ilə İslamın qoyduğu əslində prinsiplərdir. Ancaq bir İslam adı altında olmasa da yaşamışıq. Toplumumuz yaşayıb bunu. Ona görə bunlara din deyəndə, namaz deyəndə adi gəlir. Ancaq bu Avropa toplumu, yəni İslamdan uzaq yaşayan toplumlar İslamla görüşəndə, rastlaşanda, tanış olanda daha möhkəm sarılırlar ona.
Görürlər ki, həqiqətən bayaq dediyiniz kimi motivasiya burada, qəlb rahatlığı burada, iç huzuru burada, xoşbəxtlik burada, içkidən, narkotikdən, digər pis-pis yollardan, pis vərdişlərdən almadığı huzuru insan ibadətdən, İslamdan ala bilir. Və digər bir xüsus çətin olur namaza başlamaq falan, çətinlik olacaq. Heç bir şey asan deyil. Nə asandır ki? Elm yoluna düşmək çətindir, qazanc əldə etmək də çətindir, hər şey çətindir. Hər şey başı çətindir, amma sonu ləzzətli olur, dadlı olur. Ona görə də hətta bir imtahanlar da başlayacaq, problemlər də başlayacaq. Bir yana şeytan da vəsvəsə verəcək. Deyir namaz qılsan nə olsun? Bir qardaş var deyir ki, namaz qılıram, evdə atam namaz qılmır. Valideyn də namaz, deyək ki, biraz yaşlı nəsildəndir. Namaz, ibadət hətta qəbul edilir, qılmır. Evdə də bir əksik bir şey olunca deyir, namaz qılsan, niyə elə oldu? Məsələn, inək gəlmir evə, deyir ki, bax, namaz qılırsın namaz evdə. İnək də gəlmədi. Yəni, təsəvvür, bu insan, bir insanda bir anlayış var ki, mən namaz qılıramsa, ibadət ediləmsə, hər şeyim yolunda getməlidir. Peyğəmbərin həyatını bax da, Peyğəmbərlərin həyatına bax. Həqiqətən qissələrə baxanda baya zülm çəkiblər yəni Peyğəmbər. Yəni, bu gün ateistlər deyirlər ki, Rəbbiniz varsa, Allahınız varsa, niyə insandan başa bomba yağır? Allah varsa, niyə şər var? Allah varsa, niyə falan şey var? Qardaş, sən Allaha nə düşünmüşdün? Və iqrar isbat istəyir deyə bir anlayış var. Yəni sən Allahı qəbul edirsən, Allah təala deyir ki, tamam, qəbul edirsən, o zaman mən səni biraz yoxsulluqla, biraz malla, biraz evladla, biraz canla imtahan eləyəcəm. Bu bir açıq ayətdir, yəni Quran-ı Kərimdə. Açıq daşır. Sən bu imza atırsan, şirkətə işə girsən, imza atırsan ki, saat 9-da gələcəksən, axşam 6-da çıxacaqsan, telefon əlinə alırlar. Məndən paltar geyinəcəksən, məndən formada geyinib gəlməlisən, üzü qırpmalısan, başı qırpmalısan, nə eləməlisən. Zaten təslim olmağın anlayışı odur da. Əli qaldır. Bəli, sən bütün sənin haqq və hüquqlarını alır əlindən. Səhər saat 9-dan axşam saat 6-ya kimi sənin haqq və hüquqları alır əlindən. Bəli. Normal şəkildə yemək yeyə də bilmirsən, qaça-qaça yeyirsən, öz üstən ehtiyacını qaçada görürsən, telefonla istifadə edə bilməzsən, nətə olursan ora, qol sən imza atmısan ora, sən oradan vacib verəcəklər. Bəs Allahın dinini qəbul edirsənsə, biz müsəlmanıqsa, İslamı qəbul etmişiksə, şərtləri qəbul edib imza atmışıqsa, bütün bunların hamısı razıyıq deməkdir. Biz imtihan olunacağıq. Quranda Allah təala buyurur, siz elə zənn edirsiniz ki, sizdən əvvəlkilərin imtihan olunduğu kimi imtihan olmayacaqsınız və cənnətə gedəcəksiniz. Əd-dünya sicnul mümini və cənnətul kafiri, bu hədis şərifi tam elə sanki bu yerdə. Böyle. Dünya bizi sıxa bilər. Bəli. Amma biz sinə gələcəyik. Necə ki bizim şəhidlərimiz o Qarabağ, amma hamısı şəhidlərimizə Allah rəhmət eləsin, qazimizə xeyirli şəfalar versin. Yəni bu zəfərə çatmaq üçün nə də əziyyət çəkdilər? Yəni səbr edən zəfər qazanır da. Səbr edən zəfər qazanır deyə ifadə var ərəbcə. Və beləcə bu gün də zəfər bizim nədir? Axirət dünyamızdır. Allahın rızasını qazanmaqdır, cənnətə qovuşmaq. Və o zəfər qazanmaq üçün də burada səbir, bu səfərdə səbirli olmalıyıq. Din zaten iki hissədən ibarətdir. Yarısı şükürdür, yarısı da səbirdir. Yəni mən bu gün namaz qılıram deyə hər şeyim yerində gedəcək, hər şey yolunda gedəcək. Çətin yol olacaq təbii ki. Və digər bir xüsus bayaq dediniz, onu atlamayaq. Mən hicablı deyiləm, namaz qıla bilmərəm deyilir. Əslində təbii ki, ən kamil olanı, ən mükəmməl olanı namaz qılan insanın, qadının hicablı olmasıdır. Ən azından geyiminə diqqət eləməsidir. Geyim keçinməsi bu çox önəmlidir. Sabah qiyamət günündə Allah Azza və Cəllə bizim sadəcə necə ibadət etməyimizə baxmayacaq. Eyni zamanda bizim ədəbimizə, əxlaqımıza baxacaq. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mizan tərəzidə ən ağır gələcək əməl gözəl əxlaqdır. Buradan belə başa düşülür ki, əxlaqı gözəl olan insan hər şey gözəl olacaq. Onun üçün də hicab taxmaq Allahın bir əmridir Quranda. Qadınlarımıza, ondan sonra özlərini yad kişilərdən, naməhrəmlərdən vücudunu, bədənini, müəyyən əli, üzü xaric göstərməsi icazəli deyil. Bu bir əmrdir və bu əmri yerinə yetirmirsə, digər bir əmr namazdır. Namazı yerinə yetirirsə, bir əmri yerinə yetirib, bir əmri yerinə yetirməmiş sayılır. Namaz qıldığına görə, ibadət edildiyinə görə Allah Azza və Cəllə ona mükafatı verər. Sabah qiyamət günündə mizan tərəzi gətiriləcək hər şey. Biz demirik ki, əgər qadın hicablı deyilsə, namaz qılmasın, ibadət etməsin. Lazım deyil. Onu deyə bilmərik biz. Bəlkə namaz qıla-qıla, ibadət elə-elə daha gözəl insan olacaq, daha kamil olacaq, hicabı da keçəcək, öz geyiminə diqqət edəcək. Biz birdən-birə bu şəkildə deyə bilmərik ki, namaz tərk eləsin. Hətta bəzən Ramazan ayında orucluq gəlir, Ramazan ayı gəlir, deyirlər ki, falan kəs oruçdur, namaz qılmır, heç oruç tutmasın. Bu İslamın şərtləridir. Şərtləridir, birini edir, birini etmirsə, o qaydaya bu qaydaya riayət eləmirsə, özü Allaha hesab verəcək. Biz deyəmək ki, o eləmirsə, bunu deməz. Belə bir ifadə var, bir şeyindir, hamısı əldə oluna bilmirsə, yarısından vaz keçmək də doğru deyil. Əlbəttə ki, nə də güc çatır, onu etməlidir insan.